Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Atletik Bilbao Qarabağ oyunu keçirildi bilirsiniz və bu oyunun 70-ci dəqiqəsində baş verən epizod müzakirə mövzusuna çevrildi. Qarşılaşmanın baş hakimi Igor Payacın qəti olaraq 11 metrlik cərimə zərbəsini təyin etməməsi birmənalı qarşılanmadı. Əvəzində kün zərbəsi təyin edən Xorvatiyalı referi heç VAR-a da müraciət etməyə ehtiyac görmədi. Telegraf bu məsələ ilə bağlı təcrübəli və sabiq FIFA referlərinin fikrini öyrənib. Agentliyə danışan Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu bildirib ki, epizod birmənalı olaraq penaltidir. Qarabağın futbolçusu topu oynayır, rəqib oyunçu isə ayağını uzadır, amma gecikdiyi üçün topa toxuna bilmir. Silva'nın sol ayağının dabanına, həm də sol ayağının yuxarı hissəsinə təmas görürəm. Açığı oyuna baxmamışdım. Siz təqdim etdiyiniz epizodda elə bildim ki, baş hakim penalti təyin edib. Bu epizodda Atletikin futbolçusu rəqibinin sol ayağının daban hissəsinə təmas edir. İspaniyalı futbolçu rəqibinə təmas etdiyi üçün onu büdrədir. Futbolçu topa müdaxilə üçün gecikmişdi. Hazırda A-Sporun eksperti kimi çıxış edən Mustafa Çulcu, Igor Payacın VAR-a getməməsini isə belə şərh edib. VAR-da Ivan Bebek olub, hansı ki illər öncə Fenerbahçe'nin oyununda rəzil hakimliyi ilə yadda qalmışdı. Qarabağ səfərdə Benficanı, evdə Kopenhageni isə məğlub edib. 2 oyuna 6 xal. Onda sual verir ki, bəs nə baş verir? Qarabağın qarşısını almaq üçün digər bir Xorvatiyalı Igor Payacı göndərdilər. Qarabağ kimi komandalar təkcə meydanda yox, meydandan kənarda da güclü olmalıdırlar. Türkiyəli digər sabiq FIFA referisi Bünyamiz Gəzər də epizodu penalti kimi dəyərləndirib. Burada əlavə şərhə ehtiyac yoxdur. Bu dəqiq penaltidir. Bu məqamda VAR müdaxilə etməliydi deyə o bildirib. Qeyd edək ki, sözgedən epizod qeydə alınanda Atletik 2-1 hesabı ilə öndə idi. Penalti təyin olunsaydı Ağdam klubu çətin səfərdən xalla qayıda bilərdi. Maçın 88-ci dəqiqəsində isə daha bir qol vuran meydan sahibləri 3-1 hesabı ilə qələbə qazandı.